Salam qızlar, indi mən işləyirəm matematik sınavına. Bir izah edəcəm. Siz də baxın, yoxlarsınız. Bax, işləyirək 7-ci sualda. 7-ci sualda nə deyir? Deyir ki, əbov 8-in 10-un bərabər 10 varsa. Baxın, mən sizə demişdim də, burada 8 ilə 10-un içindən, yəni ortaq vurulma cəza xərcini çıxarda bilərik. Bunların ikisinin də ortağı neçədir? Qələm dəyişim ha. Bunların ikisinin də içində 2n vuraq 4 yazdım. Aha, 8-in içində var 2n vuraq 4 var. Onun içində nə var? Buradan yazdım. 2n vuraq 5 var. Yəni biz mərcə xərcinə nə çıxarda bilərik? 2n. Çıxartdım 2n mərcə xərcinə. Nə qaldı? Əbov. 4 ilə 5. Bu da bərabər 10 verdi. Bax, qarşı sahədə əbəb nə bərabərdir? 1-ə bərabərdir bilirik ki. 2-ni 1-ə vurduq. 2n vur 1 bərabərdir 10. Yəni biz burada nə qaldı? 5 qaldı. Yəni 5 tapdıq mı gətiririk. Bəlkə çoxda olanda. Bəlkə bonus aldı yerinə qoy. Yazırsan çox. 3 vuraq 5 üstə gələk 1. Biraz xəttim müsəviyyəsi alınır. Üzülür sayımızda. 2 vuraq 5. Bu da bərabər edəcəkdir. Bərabər qoymuyorum. Qıraqdan yazdım. Çox. 16 10 edəcək. Baxın arkadaşlar, biz yenə burada mərcə xərcinə ortaq vurub çıxarda bilərik də. Belə daha asan olur işimiz. 16 nə deməkdir? 2 vur 8 deməkdirmi? 10 nə deməkdir? 2 vur 5 deməkdirmi? Bax, 2 mərcə xərcinə çıxartdım. Nə qaldı? Çox. Çok. 8'den 5. 8'den 5 ne ədədlərdir? Qarşılıqlı sadə deyil. İyi bilinecəkdir. 2, 8, burada 2, 5 var. 2-ni çıxartdım. Çox. Çox 8-dən 5. Bax, 8-dən 5 nə deməkdir? Qarşılıqlı sadədir. Qarşılıqlı sadə çox nə bərabərdir? Hasilində 2-ni 5-ə vurdum 40. 8-i 5-ə vurdum 40. 2-də vursan 50, 80. Cavab B variantı.